gün indi öz aramızda bir oturaq və ölçüb biçək və baxaq. Biz də, mən də dəyişiklik tərəfdarlarından biriyəm Azərbaycanda və hər yerdə ki, amma bu gün o hakimiyyət dəyişikliyi. Xalqlara ziyan verəcək. Yox, nə olur olsun, məsələn, deyək də, ümumi bir də görürsən, danışır bizim də içərisində, bir xeyli ciddi adamlar, siyasətçilərlə mən işləyirəm ki, nə olur olsun, dəyişiklik olsun, bu elə hər yerə o dəyişiklik bu xalqın ziyanı işləyəcəksə, müstəqilliyinə təhdid yaratacaq lazımdır. Söhbət nədən gedir? Burada söhbət dünyanın olum-qalım məsələlər gedir. Bu ayrı məsələlər deyək, bir iqtidarın başı gedə bilər, bir adam, fərdin başı. Burada xalqların və dövlətlərin başı gedə bilər. Bax, belə bir işin içində yaşayırıq və bu məsələyə cavab verə biləcək hansısa bir bizim gözümüzün qabağında bu məsələləri bəlkə də danışmaq belə mən özüm bizim gözümüzün qabağında bir Ermənistan eksperimenti vardı. Təşkil oldu. Kifayət qədər də zahirən mütərəqqi belə deyək, hesab olunan demokratik fəlsəfəyə uyğun olan təşkil oldu, eləmi? Gözlə görünən demokratiyadır. Orada demokratiya yox, mən bunu, yəni bu fəlsəfəyə uyğun, formal onun model olaraq deyil. Nə vəziyyətdədir? Hər cəhətdə. Öz aramızdır.